Deməli, 79-cu misalda kəsrin məxrəci surətindən 16 vahid böyükdür. Onu ixtisar etdikdən sonra 5-də 4 alındı. İxtisara qədərki kəsri tapın. Deməli, məxrəc surətdən 16 vahid böyükdürsə, biz surəti x, məxrəci isə x üstə gəlsin 16 götürək. Çünki həqiqətən də surət məxrəcdən 16 vahid kiçik oldu. Yəni, məxrəc surətdən 16 vahid böyük oldu. İxtisar etdikdən sonra 5-də 4 alıbdır. Yəni, kəsrin qiyməti ixtisar etdiyimiz qiymətə bərabər olur da. Ona görə bərabər edirik 5-də 4-ə. Gəlin, misalımızı həll eləyək. Çarpaz şəkildə vururuq. Deməli, 5-də x, 5x bərabərdir 4x üstə gəlinsin 64-ə. X də bərabərdir 64-ə. X bərabərdir 64 ixtisara qədərki kəsri tapın. Yəni, bunun qiymətini istəyir bizdən. Nə eləyəcək? 64 bölünsün, 64 üstə gəlinsin 16 bərabərdir 64 bölünsün 80-ə. Cavab C bəndi.